Çox xırçıltılı alça turşusu nətər hazırlanır? Gəlin birlikdə öyrənək. Öncədən alçalarımızı yaxşıca yuyub qurulayırıq. Daha sonra isə bankaları yerləşdiririk. Öncədən bankaya sarımsaq, dəfnə yarpağı, qara istiot toxumları əlavə edib, daha sonra isə alçalarımızı yaxşıca yerləşdiririk və üzərinə yenidən 2 ədəd dəfnə yarpağı əlavə edirəm və üzərinə çıxana kimi qaynar su əlavə edirəm. Qaynar su əlavə etdikdən sonra onu soyumağını gözləyirəm. Çünki yenidən onları suyu boşaldacağam. Suyu boşaltdıqdan sonra həmin suyu yenidən qaynadıb üzərinə əlavə edəcəm. Suyu qaynamağa qoyuram, keçirəm üzərinə duz, şəkər tozu və oksus əlavə etməyə. Daha sonra qaynayan suyumuzu da əlavə edib qapağını da yaxşıca bağlayırıq. Öncədən qapağını qaynar suda saxlayıram ki, möhkəm bağlansın. Belə çox gözəl bağlanır. Və 3-4 gündən nuş edə bilərik. Artıq 3 gün keçib, görün suyu necə gözəldir, dupturu görsənir. Möhkəm idi, açmaq olmurdu. Bıçaq köməkliyi ilə açıb qablara əlavə edirəm və nuş edirəm. Xırçıltısını eşidirsiniz necə gözəldir.